Mən polkovnik leytenant Alışov Bəhruz Ağabəyoğlu, aprel döyüşləri vətən müharibəsi iştirakçısı, silahlı qüvvələr və müharibə veteranı olaraq xalqıma müraciət edirəm. Son zamanlar Binəqədi rayon icra hakimiyyətinin və xüsusən Hacı Babayevin özbaşınalığı nəticəsində mənə küllü miqdarda ziyan dəymişdir. Ziyan qalsın bir tərəfə, Konstitusiyanın 29-cu maddəsi ilə mülkiyyət toxunulmazlığım var. Bax, mülkiyyət toxunulmazlığımı Konstitusiyanın 29-cu maddəsini tanımadılar. Tanımamağından da mənim əlimdə isbatım var, sübutlarım var. Mənim dövlət qurumlarım, cənab Ali Başkomandanım bu video qarşısına çıxarsa, məni qəbul edərsə, mən bütün haqsızlıqları, Binəqədi rayon icra hakimiyyətinin və xüsusən birinci mavinin orada törətdiyi bütün haqsızlıqları mən məruzə eləməyə hazıram. Mən dəfələrlə digər televiziya kanallarında da cənab Ali Başkomandana müraciət etmişəm. Məni qəbul edəsin, mən bu barədə məruzələrimi eləyim və mənim haqlı olduğumu bütün xalq görsün. Çox xahiş edirəm, bu video kimin də qarşısına çıxarsa mütləq paylaşsın. Mən bu haqsızlıqlara qanun çərçivəsində son qoyulmasını istəyirəm. Prokurorluq orqanlarından məsələni araşdırmasını istəyirəm. Və haqq, ədalətin bərqərar olunması üçün xalqımdan da dəstək istəyirəm ki, videolar paylaşılsın. Bizim cənab Ali Başkomandana, cənab Prezidentə məsələ intiqal eləsin. Təşəkkür edirəm.